Davam edək növbəti bölmə ilə. Bucaqların ölçülməsi, bucağın təm böləni. Birinci sual. 155 dərəcəli bucağın təpəsindən çıxan şüa onu dərəcə ölçüləri fərqi 25 dərəcə olan iki bucağa ayırır. 155 dərəcəli bucaq kör bucaqdır. Və kör bucağın deyir təpəsindən çıxan şüa, buradan bir şüa çıxıbdır. Bucağı bölüb iki hissəyə, biri x, biri y və deyir dərəcə ölçülərinin fərqi 25-dir. X çıxaq y bərabərdir 25-ə. Digər tərəfdən x ilə y-in cəmi 155 olmalıdır. X topla y də bərabərdir 155-ə. Sistemləşdirib tərəf-tərəfə toplasaq 2x bərabərdir 180-ə. Deməli x bərabərdir 90-a. Biri 90-dır. Digərini tapmaq üçün 155-dən 90-ı çıxırıq. 5, 65 olur. Deməli, bu da y bucağıdır. Alınan böyük bucağı tapın. Böyük bucaq 90 dərəcə. A variantı. İkinci sual. 150 dərəcəli bucağın təpəsindən çıxan şüa onu 4 bölünsün 1 nisbətində bölür. Yenə eyni formada. Birinə 4x və yaxud da 4k, digərinə k desəm, toplamları 150 dərəcədir. 5k bərabərdir 150-yə, k bərabərdir 30-a. Kiçik bucaq 30 dərəcə, böyük bucaq isə 120 dərəcədir. Alınan kiçik bucağı tapın, cavab C variantı. Üçüncü sual. AOB-yi açıq bucaq, BOD ilə COD bərabərdir. BOD, bura bir alfa deyək, burada olsun alfa. COB 140 dərəcədir. COB 2 alfadır. 2 alfa bərabərdir 140 dərəcə. Buradan alfa bərabərdir 70-ə. Deməli, bu da 70-dir. Burada 70 dərəcədir. Bura artıq qalacaq 40 dərəcə. Bizdən istədiyi haradır? AOD. AOD. Deməli, 70 ilə 40-ı toplayırıq. Olur 110 dərəcə. Açıq bucağın təpəsindən eyni yarım müstəvidə olmaqla çıxan iki şüa. Demək, bu bizim açıq bucağımız. Bu da onun təpəsi. Təpəsindən eyni yarım müstəvidə olmaqla çıxan 2 dənə şüa. Tutaq ki, 2 şüa çıxdı. Və 3 dənə burada 1, 2, 3 iti bucaq yarandı. Və deyir ki, onu dərəcə ölçüləri 1, 2, 3 nisbətində olan 3 bucağa ayırır. Yəni K, 2K, 3K. Deməli, 6K 180-dir. Buradan K bərabər 30-dur. Kiçik bucağımız 30, 60, burada 90 şəkil biraz düzgün çəkmədim. Alınan böyük bucağı tapın. Böyük bucaq 90 dərəcə. 5-ci sual eynisidir. 6-ya baxaq. Bu yeni sualdır, səhv etmirəmsə. Beta kör bucaqdır, gamma açıq bucaqdır. Alfa plus beta plus gamma 300 dərəcədir. Alfa topla beta topla gamma bərabərdir 300 dərəcə. Alfa bucağının dərəcə ölçüsünü ala biləcəyi ən böyük tam qiyməti tapın. Baxın, alfanın ən böyük tam qiymətini istəyirsə, biz beta və gammaya mümkün qədər kiçik qiymətlər verməliyik. Söhbət tam qiymətlərdən gedir. Tam qiymətin kiçiklərini verməliyik ki, nə qədər kiçik ədəd qoysaq bura, beta ilə gammanın yerinə, cəmləri daha kiçik olacaq. 300-dən də həmin kiçik ədədi çıxanda, yəni alfa daha böyük cavab almış olacaq. İndi deyir ki, beta kördür. Beta kör bucaqdırsa, mən betanın yerinə ən kiçik qoya bilərəm. Tam qiymət 91. Sonra alfa isə, daha doğrusu gamma isə açıq bucaqdır. Açıq bucaqdırsa bunun başqa qiyməti yoxdur. Mən bunu ancaq 180 qoya bilərəm. Deməli, alfa topla 91 topla 180 bərabərdir 300-dür. Buradan alfa topla 1, 27, 271 bərabərdir 300-ə. Alfa bərabərdir 300 çıxılsın 271-ə. Bu da etdir 9. Burada da 9 qaldı. 9-dan 7, 2, 29 dərəcə ilə. Doğru cavab A variantı. 7-ci sualda. AOB kör bucağının OS təm böləni. Bu bizim AOB kör bucağımız. Və bunun OS təm böləni. Təm böləndirsə, AOB bölünəcək 2 bərabər hissəyə. Yəni, bucaq bölünəcək 2 bərabər hissəyə. OS təm böləni onu dərəcə ölçüləri 2x topla 3y və 8x çıxılsın 6y olan 2 dənə bucağa ayırır. Yəni, bərabər bucağa. AOB bucağının ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, əgər bu kör bucaqdırsa, deməli, bu bucaq ümumi yerləşməlidir 90 ilə 180-nin arasında. Yəni, 2x topla 3y
topla 8x minus 6y. Bu bizə verir 10x deməli minus 3y. Bax bu yerləşməlidir. 90 ilə 10x üst çıxılsın 3y kiçikdir 180 arasında. İndi deyir ki, ala biləcəyi qiymətlərin cəmini tapın. Yəni hansı qiymətləri ala bilər? Aha, bura qədər qeyd elədik. Və digər tərəfdən də əgər OS təm bölən idisə, deməli 2x üstə gəl 3y bərabər olmalıdır 8x minus 6y. Buradan alırıq ki, 9y bərabərdir 6x-a. X-ları və y-ləri bir tərəfə yığdıq, hər birini bir tərəfə. 3-ə bölsək 3y bərabərdir 2x-a. Buradan y-imiz 2k-dır, x-imiz də 3k-dır. Onda belə çıxır ki, baxın, burada nəzərə alsaq biz bunu, x-in yerinə 3k qoysaq, 90 kiçikdir, 30k çıxılsın, deməli 6k-dan, o da kiçikdir 180-dən. Buradan da alınır ki, 90 kiçikdir 24k-dan, o da kiçikdir 180-dən. 6-ya bölsək hər birini, 15 kiçikdir, deməli 4k-dan, o da kiçikdir 30-dan. Deməli 4k 15 ilə 30 arasında yerləşməlidir. Bizim ümumi bucağımızda bu ikisinin cəmi idi. Bu ikisinin də cəmi olmuşdu 10x minus 3y. Yəni deməli 24k. Düzdürmü? Ümumi bucağımız 24k-dır. İndi baxın, k-yə 1 versək, bura olacaq 4, 15 və 30 arasında düşməyəcək. 2 versək 8 olmayacaq, 3 də olmaz. Amma 4 versək olar. Deməli k 4 ola bilər. Sonra k 5 ola bilər, k 6 və 7 ola bilər. Artıq 8 olsa 32 eləyər, 30-u keçər. İndi k 4 olsa, axı bu ifadə bizim ümumi bucağımız idi. Ümumi bucağımız olacaq 96. Sonra k-nın yerinə 5 qoysaq, 24-ü 5-ə vuranda 120 ola bilər. K-nın yerinə 6 qoysaq, 24-ü 6-ya vuranda 24, 144 ola bilər. Və 7 qoysaq, deməli 28, 168 ola bilər. Yəni bizim kör bucağımız bu qiymətləri ala bilər və bizə də deyir ki, həmin o bucağın ala biləcəyi qiymətlərin cəmini tapın. 120 ilə 168-i toplayanda 8, 8, 288, 96 ilə də 144-ü toplayanda 10, 14, 240. 240 ilə də 288-i toplayanda 8, 2, 528 edir. Deməli doğru cavabımız olacaq D variantı. 8-də görək nədir? OC şüası 120 dərəcəyə bərabər olan AOB bucağını 7 böl 8 nisbətində bölür. Deməli, bura 7-dir, bura 8K-dır və OC şüası deyir. 7 böl 8 nisbətində. Onda belə çıxır ki, 15K bərabərdir 120-yə, buradan K bərabərdir 8-ə. K 8-dirsə, bura olacaq 7 dəfə 8, 56. Bu birinci halda hələ ki. 8 dəfə 8, 64. Niyə birinci hal deyirəm mən buna? Mən yazdım ki, bura 7K-dır, bura 8K-dır. Axı dəqiq bilmədim ki, mənə demirdi axı A-dan başlayaraq 7-8K. Bəlkə tərsinə idi, 8K bura, 7K buraydı. Ona görə hələ ki birinci bu hala baxdım. 56 deməli AOC bucağı oldu. COB də 64 oldu. İndi deyir ki, OY şüası AOC-nin təm böləndir. Təm böləndirsə 28 buradır, 28 bura. BOY bucağının ala biləcəyi qiymətlərin fərqinin modunu tapın. BOY bucağı. Baxaq görək BOY bucağı hardadır. BOY. BOY baxın bu ümumi bucaqdır. Birinci hal üçün BOY 64 plus 28 deməli 92 dərəcədir. İkinci halda ola bilər ki 8K 7K nisbətində bölünsün. Onda 64 bura 56 bura olardı. 64-ün yarısı 32 olardı. BOY-dəki 56 plus 32 olardı. Bu da edərdi 88 dərəcə. İndi bizə də deyir ki, BOY-nin ala biləcəyi qiymətlərin fərqinin modulunu tapın. Yəni 92 çıxılsın 88. Bu da oldu 4 dərəcə A variantı. 9-cu sual. Bucaq ABC 148 dərəcədir.
Deməli, bir dənə kör bucaq çəkməliyik onda. A, B, C kör bucağı və dərəcə ölçüsü 148 dərəcə. BD isə ABC bucağının tərəfləri arasından keçən ixtiyari şüadır. Bunun da bir BD şüası çıxıb. ABD və DBC bucaqlarının tən bölənləri arasındakı bucağı tapın. ABD-nin ümumi dərəcəsi x olsun, DBC-nin də y olsun. Biz bilirik ki, x ilə y-in cəmi olmalıdır 148. İndi deyir ki, ABD ilə DBC-nin tən bölənləri arasındakı bucağı tapın. Baxın, biz fərz edək ki, ABD-nin tən böləni BM düz xəttidir, BM şüası daha doğrusu. DBC-nin tən böləni də BF şüasıdır. İndi tən bölənlər arasındakı bucağı tapmaqdan ötürü biz birinci ABD-nin yarısını tapmalıyıq. Yarısı olacaq x bölü 2, x bölü 2. Digər tərəfdən də DBC-nin yarısını tapmalıyıq. Y bölü 2, y bölü 2. İndi yarılar arasındakı bucağı da tapmaqdan ötürü x bölü 2 ilə y bölü 2-ni toplamalıyıq. Bu da olacaq 2-də x topla y. X topla y 148'dir. 148'i böldük 2 oldu 74. Doğru cevabımız olacaq elə 74. 10-cu sual eynisidir. 11-ə baxaq. BN və BM şüaları uyğun olaraq ABC və ABN bucaqlarının tən bölənidir. Deməli, BN ABC-nin tən bölənidir. Gəlin biz ABC-yə ümumi 4x deyək. BN onun tən böləni olanda 4x'in yarısı 2x, burada ümumi 2x. Sonra deyir ki, BM də AB'nin tən bölənidir. Deməli, bura x-dir, onda burada x-dir. ABM 40 dərəcədir. ABM. Yəni, x-imiz 40 dərəcədir, onda burada 40 olacaq, bura olacaq 80 dərəcə. Ümumi ABC-ni tapın, 80 plus 80 olacaq 160 dərəcə. 12 eynisidir, 13-cü sualda. Bu da sadə sualdır. MOP 145 dərəcədir ümumi. MON, NOP çıxılsın 27-dir. Yəni, belə eləyək. MON-ə x deyək. NOP-yə y deyək. X ilə y-in cəmi olmalıdır 145 dərəcə. Deyir, MON, yəni x bərabərdir NOP y minus 27. Aparaq tənlikdə, birinci tənlikdə x-in yerinə y minus 27 yazaq. Y minus 27 plus y bərabər 145. 2y bərabərdir 145 topla 27. 2y bərabərdir 172. Y bərabərdir, deməli 86-ya. Bura 86-dır. X bucağını tapmaq üçün 145-dən 86-nı çıxmalıyıq. 9, 13-dən 8 çıxanda da 5. Burada oldu 59 dərəcə. Bizdən istədiyi NOP-dir. NOP də 86 dərəcə. 14-cü sual eynisidir. 15-də bir neçə dəfə buraxılışa düşmüş sualdır. AOB bucağı çıxılsın, AOC bucağı 28-dir. Əvvəla gəlin biz şəkildəki bucaqları adlandıraq. Deməli, AOB olsun x, AOC y, COB z. Bucaq AOB, yəni x çıxaq AOC. Y bərabərdir 28 dərəcə. AOB x çıxaq BOC, BOC z-dir. Bu da bərabərdir 41 dərəcə. Olarsa AOC-nin AOC y-dir. Y-in dərəcə ölçüsünü tapın. Biz bilirik ki, bunların üçünün də cəmi x topla y topla z olmalıdır 360 dərəcə. Deməli, əvvəl bu ikisini tərəf-tərəfə toplasaq, əgər z-lər gedəcək, 2x üstə gəl y bərabərdir 401 dərəcə olacaq. Sonra birinci tənlikdən qruplaşdırsaq bunu və yenə tərəf-tərəfə toplasaq, bu dəfə y-lər gedəcək. 3x bərabərdir 429-a. Buradan x bərabərdir, deməli 1, 4, 3-ə, 143 dərəcəyə. Deməli, x-imiz 143 dərəcədir. Bizdən amma AOC-ni, y istəyirdi.
X-la Y-in fərqi 28 idi. 143 dərəcə çıxaq Y bərabərdir 28 dərəcə. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Y bərabərdir. 143-dən 28 çıxanda 5 və onun üstündə 2 çıxanda 11. 115 dərəcə. Deməli, doğru cavabımız olacaq 115 dərəcə. 16 eynisidir. Özünüz eyni qayda ilə işləyə bilərsiniz. 17-yə baxaq. AOB düz bucağında şəkil verilibdir. OD və OY şüaları uyğun olaraq AOS və COB bucaqlarının tən bölənləridir. Yəni OD AOS-nin tən böləndir. OY də COB-nin. DOS 2x üstəgəl 3y-dir. DOS. Bu bucaq 2x üstəgəl 3y. YOS. Bura isə deməli 3x üstəgəlinsin y-dir. Bucaqlarının biri digərindən 5 dərəcə kiçikdir. Yəni fərz edək ki, bucaq DOS bərabərdir bucaq YOS-dən 5 dərəcə kiçik, çıxılsın 5 dərəcə. X topla Y cəminin ala biləcəyi qiymətlərin deyir cəmini tapın. Deməli, əgər DOS ilə COY uyğun bucaqların tən böləndirsə, ümumi bucağımız da bizim 90 dərəcədir də, düzdür. O zaman belə çıxır ki, bax fikir verin, mən bütöv bu bucağa A desəm, bütöv bu bucağa B desəm, A plus B olmalıdır 90 dərəcə. A-nın tən böləni A bölü 2-ni yaradır. Bax, buradakı bu bucaq. B-ninki də B bölü 2 yaradır. Bunların da cəmi olur A plus B bölünsün 2, yəni 45 dərəcə. Yəni fikir verin, bax bu bucaq olmalıdır 45 dərəcə. 2x üstəgəl 3y üstəgəl 3x üstəgəl y bərabərdir 45-ə. Buradan alırıq deməli nə? 5x üstəgəlsin 4y bərabərdir 45 dərəcəyə. Bunu bildik. Digər tərəfdən deyir ki, DOS yəni 2x üstəgəl 3y bərabərdir YOS-dən 5 dərəcə kiçik. 3x üstəgəl y minus 5. Sistemləşdirməmişdən əvvəl bunu da biraz sadələşdirsəm, 3x-i digər tərəfə keçirsəm, mənfi x plus 2y bərabərdir mənfi 5-ə. Hər tərəfi mənfiyə bölsəm, x minus y bərabər 2y bərabərdir 5-ə. İndi tənlikləri sistemləşdirək. X çıx 2y bərabərdir 5. 5x üstəgəl 4y bərabər 45. Bunu müsbət 2-yə vursam, olacaq belə. Birinci olduğu kimi qalacaq. 5x üstə 4y bərabərdir 45-ə. İkincisi ki, 2x çıxılsın 4y bərabərdir 10-a. Toplasaq 4y-lər gedəcək. 7x bərabərdir. Deməli 55-ə. X bərabərdir 55 bölünsün 7-yə. Bu oldu 7-də 55. Bir də baxaq görək düzgün oldu. Deməli tərəf-tərəfə bunları sistemləşdirdim. 2x üstəgəl 3y bərabərdir. 3x üstəgəl y minus 5-ə. Burada da 2 hal olacaq. Mənfi x üstəgəl 2y bərabər mənfi 5-ə. X çıxılsın 2y bərabər 5-ə. İkincini 2-yə vurduq. 2x çıxaq 4y bərabərdir 10-a. Topladıq. 7x bərabərdir 55-ə. X bərabərdir 55 bölünsün 7-yə. Y-i tapmaqdan ötürü. Deməli, məsələn, ikinci tənlikdə qoysaq yerinə 55 bölünsün 7 çıxılsın 2y bərabərdir 5-ə. 2y bərabərdir 55 bölünsün 7 çıxılsın 5. 2y bərabərdir 55 bölək 7 çıxaq 35 bölək 7. 2y bərabərdir deməli 20 bölək 7. Y bərabərdir 20 bölü 7-ni vururuq 2-də 1-ə. Bu da edir 7-də 10. Deməli y-imiz də oldu 7-də 10. Onda x plus y cəmi bərabərdir 7-də 55 üstəgəl 7-də 10. Bu da oldu 7-də 65. Bu birinci haldır. Yəni x plus y cəmi ola bilər 7-də 65. Digər hal bəs hansıdır? Burada deyirdi ki, DOC, COY bucaqlarından biri digərindən 5 dərəcə kiçikdir. Yəni konkret burada demir hansından 5 dərəcə kiçikdir. Ola bilər ki, YOS DOS-dən 5 dərəcə kiçik olsun. Bax, ikinci hal odur.
Yəni 3x üstəgəl y bərabərdir 2x üstəgəl 3y minus 5. Keçirsək digər tərəfə, x minus 2y bərabər mənfi 5-ə. Mənfi x üstəgəl 2y bərabərdir 5-ə. 2y çıxaq x bərabərdir 5-ə. Bu bir tənliyimiz. Digər tənliyi elə buradan almışdıq ki, onların cəmi 45 dərəcə olmalıdır. Yəni 5x üstəgəl 4y bərabərdir 45-ə. Digər tənliyimizdə 5x üstəgəl 4y bərabərdir 45. Demək, sistemləşdirib birincini mənfi 2-yə vursaq, mənfi 4y üstəgəl 2x bərabər mənfi 10-a, ikincini saxlasaq 5x üstəgəl 4y bərabərdir 45-ə. Toplasaq 4y-lər gedəcək. 7x bərabərdir 35-ə. Buradan da x bərabərdir 5-ə. X 5-dirsə, yerinə yazsaq 2y çıxaq 5 bərabərdir 5-ə. 2y bərabərdir 10-a, y bərabərdir 5-ə. Onda x plus y cəmdə olacaq 10. Bu da ikinci haldır. X plus y cəmi 10. İndi bizə deyir ki, x plus y cəminin ala biləcəyi qiymətlərin cəmini tapın. Yəni 7-də 65 üstəgəlsin 10. Bu da elədir 7-də 135, tam hissəsini ayırdıq. 13-də 1 dəfə yerləşir. 65-də 9 dəfə yerləşir. Deməli, 19 tam 7-də 2 qalır. Keçək indi digər bölməmizə, qonşu və qarşılıqlı bucaqlar. Birinci sualda deyir ki, alfa bucağı ilə qonşu olan iki bucağın cəmi 280 dərəcədir. Biz bunun üçün 2 dənə kəsişən düz xətt çəkməliyik. Fərz edək ki, alfa bucağı buradır. Deyir, alfaya qonşu olan 2 bucaq. Alfaya qonşu olan 2 dənə bucaq, baxın bu bucaqlardır. Hansı ki, onlar qarşılıqlı bucaqdır. Bir-birlərinə bərabərdir. Həmin iki bucağın cəmi 280-dir. Yəni 2 beta bərabərdir 280-ə. Həmişə bu tip misallarda belə yazın. Beta bərabərdir 140-a. Beta 140-dırsa alfa ilə beta qonşudur. Deməli alfada olacaq 40 dərəcə. A variantı. Qarşılıqlı bucaqların təmələnləri arasındakı bucağı tapın. 180 dərəcə D variantı. Qonşu bucaqların təmələnləri arasındakı bucaq 90 dərəcədir. Dördüncü sualdır. YC şüası, baxın, YC şüası MYP bucağının təm bölənidir. Yəni, bura alfadırsa, burada alfadır. Bucaq CYK, bu bucaq ümumi 137 dərəcədir. Bura 137-dirsə, onda CYP 180 minus 137-dir. Bu da olur 43 dərəcə. Yəni, yəqin ki, bildiniz niyə? Çünki bu ümumi açıq bucaqdır. Əgər buradan bura qədər 137-dirsə, onda bu 43 dərəcə olmalıdır. Bunlar da bir-birinə bərabər idi. Deməli, alfa da 43 dərəcədir. Bizdən istədiyi nədir? K, Y, M-i tapın. Aha, bura oldu 43. Ümumisi isə buranın 137 idi. Ona görə 137-dən 43-ü çıxmaq lazımdır. 4, bu da 9. 94 dərəcə D variantı. 5 eynisidir. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan ikisinin cəmi 40-dır. Baxın, iki düz xətt kəsişəndə burada qonşu və qarşılıqlı bucaqlar əmələ gəlir. Əlbəttə, bunlar qonşu ola bilməzlər. Qonşu olsalar cəmləri 180 eləyərdi. İkisinin cəmi 40-dırsa, deməli qarşılıqlı bucaqlardır və hər biri 20-dir. Bunlara da qonşu olan bucaq 160 dərəcədir. Bu bucaqları tapın. 20-20 C variantı. 7-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan üçü alfa, beta, qammadır. Alfa, beta, qammadır. Alfa 20-dir. Alfa 20-dirsə, onda qamma da 20-dir. Beta isə 160-dır. 2 beta üstəgəl qamma cəminin ala biləcəyi qiymətlərin cəmini tapın. 2 beta üstəgəl qamma olacaq. Deməli 2 beta, yəni 2 vur 160 üstəgəl 20. 320 üstəgəl 20, bu da etdi 340 dərəcə. Bu birinci hal. Bəs ikinci hal nədir? Axı mən bilmədim ki, yəni dəqiq bilmədim ki, alfa ilə qamma qarşılıqlıdır. Bəlkə alfa ilə beta qarşılıqlıdır. Yəni bura alfa, bura beta, bura qammadır. Onda alfa 20 dərəcədirsə, beta da 20-dir. Qamma artıq 160-dır.
Onda 2 beta üstə gəl gamma bərabərdir. 2 vurulsun 20 üstə gəlsin 160. 2 20 bu elədi 40. 160 ilə topladıq 200. Deməli 2 beta üstə gəl gamma həm 340 ola bilər, həm də 200 ola bilər. Bunların cəmini istəyir bizdən. Cəmləri də deməli 540. Bir də yoxlayaq. Deməli alfamız 20-dirsə, alfa, beta, gamma. Onda gamma da 20-dir, beta 160-dır. 2 beta 320 üstə gəlsin gamma, yəni 20. Bu oldu 340 dərəcə. İkinci halda bura 20-dir. Deməli beta da 20-dir, gamma 160-dır. 2 beta yəni 40 üstə gəl 160 bərabərdir 200-ə. Demək bizim hələ 3-cü halımız da var. 3-cü hal bəs hansıdır? Bəlkə bucaqlar belə imiş. Alfa, beta, gamma. Yəni alfa ilə qarşılıqlı olan yox imiş. Beta ilə gamma qarşılıqlı ola bilər. Bura 20, onda gamma 160, beta da 160. O zaman 2 beta olacaq 320, üstə gəl gamma 160. Bu da edəcək 480 dərəcə. Hər 3 bucağı toplasaq, bunlar ikisi olur 540, üzərinə də 480 gəlsək, 540 topla 480, 0, 2, 10, 1020 dərəcə B variantı. 8-ci sual. Qonşu bucaqların dərəcə ölçüləri bu nisbətdədir. Bu bucaqların dərəcə ölçüləri natural ədədlər olarsa, A-nın ala biləcəyi natural qiymətlərinin sayını tapın. Deməli, qonşu bucaqlardırsa bunlar, fərz eləyək ki, bu açıq bucaqdır. Açıq bucağın təpəsindən bir şua çıxıb, OK şuası. Bu bucağımız X-dır, bu bucağımız Y-dir. Onların nisbəti, yəni X-in Y-ə nisbəti 3A topla 2 bölünsün, 3A topla 4 şəklindədir. Deyir ki, bu bucaqların dərəcə ölçüləri natural ədədlərdir. A-nın ala biləcəyi natural qiymətlərin sayını tapın. Fərz eləyək ki, A 1-dir. A 1 olsa, onda X bucağı olacaq 5, Y bucağı olacaq deməli 3A plus 4. Gəlin belə yazaq da, ən yaxşısı belə olmalıdır bu. X topla Y-imiz axı 180 dərəcə olmalıdır. Bunlar da bu nisbətdədirsə, mən bunların yanına bir K əlavə eləməliyəm. Yəni 3A üstə gəlsin 2 vur K, üstə gəl 3A üstə gəlsin 4 vur K. Bunlar olmalıdır 180 dərəcə cəmləri. Sonra K-nı ortaq çıxartsam, 6A üstə gəlsin 6 bərabərdir 180-ə. 6-ya bölsəm hər tərəfi, A plus 1 vuruq K bərabərdir 30 dərəcə olmalıdır. Bu belə. A-ya 1 versək, bu olur 2K bərabərdir 30-a, K bərabərdir 15-ə. A 1 olub, K 15 oldu. İndi baxaq. Bizim X-imiz 3A plus 2K idi. Y-imiz də 3A topla 4K idi. İndi biz A-ya 1, K-ya isə 15 veririk. A-ya 1 verəndə X olur, deməli 3 plus 2. 5 vurulsun 15, 75. Y isə olur, A-ya 1 verəndə 7 vurulsun 15, 105. Toplayanda 180 olur, bu ödənir. A-ya 2 verək. A 2 olsa 2 plus 1. 3K bərabərdir 30-a. Buradan K bərabərdir 10 alırıq. A 2 olanda K 10 olur. Onda X-imiz olacaq. A-ya 2 versək 6 üstünə 2, 8. K da 10'dur, 80. Y isə olacaq 3A. 6 topla 4, 10. 10'u 10'a vuranda 100. Toplayanda 180. Bu da ödəndi. Deməli, A-nın 2 qiyməti də ödəndi. A-ya 3 versək, 3 plus 1. 4K bərabərdir 30-a. Artıq burada K tam ədəd alamayacaq. Deməli, A 3 ola bilməz. A-ya 4 versək, 4 olar. 5K
bərabərdir 30-a. Buradan k bərabərdir 6-ya. Deməli, a-ya 4 verəndə k 6 alındı. A-ya 4 versəm, bir sözlə burada, yəni belə deyək də, a plus 1 elə də olmalıdır ki, qısacası 30-un böləni olsun da. Ola bilər 1, onda a 0 olmalıdır, amma bizə deyir a naturaldə də olsun. Ona görə bu getdi. 2 olması üçün a 1 olar. 2-dən sonra 35-ə bölünür. Sonra 6-ya, 10-a, 15-ə, 30-a. Yəni bu formada yoxlaya bilərik də biz hamısını. Sona qədər yazmağa gerək yoxdur. Deməli, 30-un bölənləri hansılardır? 1-ə, 2-yə, natural bölənlərindən söhbət gedir. 3-ə, 5, 6, 10, 15, bir də 30-un özü, düzdür? İndi 1 olması üçün burada a-nın yerində 0 dayanmalıdır. Amma bizə deyir a naturaldır. Deməli 1 getdi. 2 ödənir, 3, 5. Bunlar hamısı ödənir. Sayıları da 1, 2, 3, 4, 5, 6, 7 dənə. Deməli a-nın mümkün qiymətlərinin sayı elə 7-dir. 9-cu suala baxaq. Dokuz uyğunluqdur. Alfa və beta qonşu bucaqları üçün uyğunluğu müəyyən edin. Bilir ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Əgər alfa 45-dirsə, beta olmalıdır 135. Buna uyğun C variantıdır. Beta minus alfa da 90-dır. 135-dən 45 çıxanda həqiqətən də 90 edir. Həm də D variantıdır. 2-də alfa 73-dürsə, 180-dən 73 çıxanda 107 eləyir. Buna B gəlir. Beta 107-dir. 107-dən də 73-ü çıxanda 4, 34 dərəcə eləyir. Buna uyğun yoxdur. Bu getdi. Daha sonra alfa 127-dirsə, onda betamız olmalıdır 53 dərəcə. Buna gəlir A variantı. Başqa uyğun olan da yoxdur. Elə oldu belə. Sonra 10-cu sualdır. AOB açıq bucağının təpə nöqtəsindən onunla eyni yarım müstəvidə olmaqla OC və OD şüaları çıxıbdır. Deməli, AOB açıq bucağının açıq bucaq üzr istəyirəm. A, O, burada da B. Təpə nöqtəsindən onunla eyni yarım müstəvidə olmaqla OC və OD şüaları çıxıb. OC, bu da OD. AOC'nin BOC'yə nisbətir. AOC'nin BOC'yə nisbəti 2/3-dür. Biraz şəkil düzgün çəkmədik. Gəlin, deməli, bura mən C deyim. Bura D olsun. İndi AOC'nin BOC'yə bura nisbəti ümumi 2/3-dür. Yəni, bura 2K'dır, bura 3K'dır. Sonra AOD'nin isə AOD'nin buranın BOD'yə nisbəti 3/2-dir. Onda bura 3K'dır, burada 2K'dır. Ümumi 5K'dır. COD'ni deyir tapın. Ümumi 5K'dırsa 5K bərabərdir 187'dir. 180'dir. K bərabərdir 36'dır. K 36'dır. Bizdən istədiyi COD'dir. COD. Fikir verin nəyə? Deməli, K 36'dırsa bu bucaq olacaq 72. 36'yı da 3'ə vuranda bura olacaq 108. Ondan sonra bura olacaq 72. Bu səfər bura olacaq 108. Məndən istədiyi haradır? COD. Baxın bu bucaq. Mən bu bucağı tapmaqdan ötürü qırmızını tam rəngləməli deyildim. Baxın bura qədər. O bucağı mən tapmaqdan ötürü ümumidən, yəni 108-dən bu 72-ni çıxmalıyam ki, bu hissə qalsın da. 72-ni çıxıram. Bu da eləyir 6, 36 dərəcə. 10-cu sual 36. 11 eynisidir. 12'ye baxaq. Deyir ki, bu 12-ci sual 9'ların imtahanına düşmüş sualdır. Alfa və beta iki düz xəttin kəsişməsindən alınan qonşu bucaqlardır. İki düz xəttin kəsişməsindən alınan qonşu bucaqlar.
Qonşu bucaqlardırsa, deməli alfa plus beta olmalıdır 180 dərəcə. Alfanın dərəcə ölçüsünü 20% azaldıb x bucağı, betanın dərəcə ölçüsünü 70% artırıb y bucağı alınıb. Deməli, alfanın dərəcəsini 20% azaldıb x almışamsa, x bərabərdir. Alfanın 20% əskiyi, ya 20%-i tapıb alfadan çıxmalıyım, ya da elə birbaşa alfanın 80%-ni tapmalıyım. Alfa bur 80 bölünsün 100, bu edir 0,8 alfa. Y isə betanın 70% artığıdır. Yəni beta vurulsun 170 bölünsün 100. Bu da edir. Bunlar ixtisar getsə 1,7 beta. X və Y bucaqlarının cəmi 180 olarsa, yəni 0,8 alfa üstə gəl 1,7 beta bərabərdir 180-ə. Alfa və betanın ala biləcəyi qiymətləri tapın. Digər tərəfdən də alfa plus beta bərabərdir 180-ə. Birinci tənliyi 10'a vursaq, olacaq 8 alfa üstə gəl 17 beta bərabərdir 1800-ə. İkincidə isə olduğu kimi saxlasaq, alfa plus beta bərabərdir 180-ə. İkinci tənliyi mənfi 8'ə vurub tərəf-tərəfə toplasaq, deməli 8 alfa üstə gəlsin 17 beta bərabərdir 1800-ə. İkincidən mənfi 8 alfa çıxılsın 8 beta bərabərdir mənfi 0, 4, 14. Toplasaq bunlar gedəcək. 9 deməli beta bərabərdir. Bunları çıxmalıyam onda. 0, 10'dan 4 çıxanda 6. Burada qaldı 17. 17'dən də 14 çıxanda qalacaq 360. Deməli beta bucağı bərabərdir 40 dərəcəyə. Betamız 40-dırsa, alfa ilə də beta qonşu bucaqları idi. Deməli alfamız da 140 dərəcədir. Bizə deyir betanın ala biləcəyi qiymətləri, alfa və betanın ala biləcəyi qiymətləri tapın. Beta 40-dır, alfa da 140 dərəcədir.